Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve salatu vesselamu ala seyyidina ve nebiyyina Ebu'l Qasim Muhammed ve ala ahli beytihi tayyibin tahirin ma'sumin mukarremin ve lanetullahi ala a'daihim ecmaîn minel an ila'l liqa'i yevmiddin. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdatan min lisani yefqahu qawli. Salam əziz dostlar, hər birinizi xoş gördük. Sizləri bu mübarək Ramazan ayında salamlayıram. Həmd olsun Allaha ki, həqiqətən də bu mübarək Ramazan ayı yenidən bizlərə nəsib oldu, qismət oldu. Allaha yenidən tövbə edib surətlə addımlamağımız bizlərə qismət oldu. İnşallah Allah tövfiq versin, Allah müvəffəq eləsin. Bu bir ay Ramazan ayını sizin xidmətinizdə olar inşallah. Bir şeyə sadəcə pis oluram ki, həqiqətən də artıq ikinci Ramazan ayıdır ki, ikinci müqəddəs Ramazan ayıdır ki, Hacı Şahin bizim aralarımızda yoxdur. Allah onu rəhmət eləsin. Elə istərdim 2 dəqiqə bu Hacı haqqında danışam, ondan sonra keçək mövzumuza. Elə mövzumuz da insanlıqdan, təqvadandırsa, Hacı da həqiqətən həyatını bu cür yaşadı və bu cür də dünyasından köçdü. Bir çoxlarınız eşitmişsiniz, Hacı ölümü ilə ölümü sevdirdi, Hacı ölümü ilə dini daha da sevdirdi və s. və ilaxır. Bir şey də mən sizə təhvil verim ki, həqiqətən də Hacı ölümü ilə insanlara ixlaslı yaşamağı öyrətdi. İxlaslı olmağı, necə ixlaslı olmağı bizlərə öyrətdi. Yəni ki, sən ixlaslı yaşadıqca, Allaha xatir addımlar atdıqca, Allaha xatir işlərini gördükcə və sənin həyatının sonu, ölümün də bu cür sevgi ilə nəticələnəcək. Allah Hacıya rəhmət eləsin. Həqiqətən də o öz həyatını, yaşamını Əhl-i Beytin yaşam tərzinə, həyat tərzinə bənzədərək yaşadı. Onlar kimi yaşadı, onlar kimi də dünyadan köçdü. Heç bir kəsin pisliyini istəməzdi, heç bir kəsin qeybətini etməzdi. Hər kəsin yaxşılığını istəyən bir kəs idi. Ustad Elşən İsmailov söhbətlərinin birində gözəl bir söz deyir. Deyir, biz bütün insanların yaxşılığını istəməklə əslində Allahla eyni misyanı daşımış oluruq. Görün, bu nə boyda sözdür. Həqiqətən də çox böyük bir sözdür bu söz. Sən bütün insanların yaxşılığını istəməklə, necə ki Allah bütün insanların, Əhl-i Beyt bütün insanların yaxşılığını istəyirdi. Sən də bu misya ilə, Allahla eyni misyanı daşımış olursan. Əslində bu böyük bir mövzudur. Bunun haqqında böyük bir mövzu da danışmaq olar. Hacı da həqiqətən elə bir şəxslərdən idi ki, bütün insanların yaxşılığını istəyən bir kəs idi. Bütün insanların yaxşı olmasını istəyən bir kəs idi. Necə ki, İmam Hüseyin düşmənlərə Kərbalada nə deyir? Düzdür, bugün mövzumuz bu deyil, amma bir misal vurmaq istəyirəm. İmam Hüseyin düşmənlərə Kərbalada nə deyir? Deyir ki, əhli əyalımı başına nə oyunlar gətirdiniz, Əli Əkbərimi şəhid elədiniz, Əli Əsqərimi oxladınız. Bütün bunlara rağmen siz tövbə edin, səhvinizi anlayın, sizin axirətinizə mən zaminəm. Yetər ki, məni öldürməyin, tövbə edin, axirətinizə mən zaminəm. Burada imam özünə görə demirdi ki, yəni məni öldürməyin, özü ölməsinmi deyə belə demirdi ki onlara. Belə də deyil. Yəni imam başa düşürdü ki, öz şəxsiyyətindən əlavə zamanənin imamıdır və zamanənin imamını öldürmək nə boyda böyük bir cinayətdir. Sənin axirətini nə dərəcədə korlayan bir əməldir. Sən bir zamanənin imamını öldürməklə bütün axirətini bərbad edə bilərsən və təbii ki də bərbad edirsən. Və İmam Hüseyin də istəmirdi ki, düşmənin belə yaxşılığını istəyirdi, istəmirdi ki, axirəti bərbad olsun. Onlara deyirdi, hələ gec deyil, yenə də tövbə edin, mən sizin axirətinizə zaminəm. Həqiqətən də insanların yaxşılığını istəmək, Allahla və onun Əhl-i Beyti ilə eyni misyanı daşımış olursan. Bugünkü mövzumuz da müqəddəs Ramazan ayının
fəlsəfəsindən olacaq. Niyə məhz bu ayda Allah bizə oruç tutmağı əmr edir, bizdən oruç tutmağı istəyir, bizlərə oruç tutmağı vacib edir? Niyə Zilhiccə ayında deyil, Məhərrəm ayında deyil, Səfər ayında deyil, digər aylarda deyil, məhz müqəddəs Ramazan ayında Allah oruç tutmağı bizlərə əmr edir. Quran-ı Kərimi müqəddəs Ramazan ayında nazil edir və bu ayı öz ayı adlandırır. Bu ay mənim ayımdır deyir. Allah Quran-ı Kərimin Bəqərə surəsinin 183-cü ayəsində buyurur: "Ya eyyuhellezine amanu kutiba aleykumus-siyam kema kutiba alellezine min qablikum la'allakum tettaqun." Ey iman gətirənlər, oruç sizdən əvvəlkilərə, əvvəlki ümmətlərə vacib edildiyi kimi sizlərə də vacib edildi. Bəlkə təqvalı olasınız. Ümid var ki, təqvalı olasınız. Niyə burada Allah Taala bəlkə ümid var ki, təqvalı olasınız deyir? Çünki ola bilər bu ayın fəzilətindən, bu ayın fürsətindən kimlərsə düzgün istifadə edə bilməsin və yaxud da istifadə edə bilməsin, təqvalı olmasın, amma təbii ki, düzgün istifadə edən, bu ayın fəzilətindən istifadə edən kəs, düzgün istifadə edən kəs təqvalı olacaqdır. Allah Taala bu ayədə də bizlərə əvvəl ya eyyuhellezina amanu iman mərhələsini deyir, sonra təqvalı olmağımızı bizdən istəyir. La'allakum tettaqun. Əvvəl deyir ya eyyuhellezina amanu, sonra deyir la'allakum tettaqun. Necə ki Allah Taala Quran-ı Kərimin Nisa surəsində digər bir ayədə də buyurur bizlərə: "Ya eyyuhellezina amanu billah." Ey iman gətirənlər, Allaha iman gətirin. Sual yaranır: İlahi, iman gətirən yenidən niyə iman gətirsin? Burada Allah bizə bildirmək istəyir ki, yəni zehn niyyətində iman gətirənlər artıq keçin qəlb mərhələsinə. Qəlbən də iman gətirin, əmələn iman gətirin. Burada da Allah Taala bizlərə bildirmək istəyir ki, ey iman gətirənlər, artıq təqvalı olun. Yəni təqvalı olun, yəni nə? Yəni qəlbən artıq iman gətirin, qəlbi mərhələyə keçid eləyin, qəlbən əmələn Allahın dini ayinlərini riayət eləyin. Bizdən Allah Taala da bu ayda bunu istəyir və bu ayda niyə oruç tutmağımızı bizdən istəyir? Çünki oruclu halda əsasən insanın günah etməsinə səbəb olan qüvvələr iki qüvvədir də. Biri qəzəb qüvvəsidir, biri də şəhvət qüvvəsidir. Və həqiqətən də oruc bu ayda bu iki qüvvəyə qalib gəlir. Bu iki qüvvəni zəiflədir. Gör nə qədər fürsət yaranır ki, Allaha yaxınlaşasan. Birinci növbədə bu məsələdir. İkinci növbədə də ki, bildiyiniz kimi bütün vacibatlar açıq-aşkardadır. Yəni hər kəs onu görə bilir. Namaz qılırsan görürlər, oruç, zəkat verirsən, xumus verirsən, bunu da görürlər. Cihad eləsən bunu da görəcəklər, həcc ziyarətinə getsən bunu da görəcəklər. Bütün vacibatları insanlar görür, amma yeganə vacibat orucdur ki, bu sənlə Allahın arasında olan bir məsələdir. Sənlə Allah bunu yalnız bilə bilər ki, sən orucsan, oruc deyilsən, oruc tutmusan, tutmamısan. Bu sənlə Allahın arasında olan bir məsələdir və bu yüzden də Allah Taala'dan bizə hədisimiz var. İmam Cəfər Sadiqdən hədisdir. Bu hədisi də Allah bizlərə buyurub ki, həqiqətən də oruc Ramazan ayı mənim üçündür və onun mükafatını da mən özüm verəcəm. Yəni bu sırf Allahla insanın arasında olan bir məsələdir. Digər tərcümədə də var ki, elə oruç tutanın mükafatı mən özüməm. Bu tərcümə daha məqsədə uyğundur ki, Allah təbii ki, öz adına layiq bizə bir mükafat verəcəkdir. Özündən də böyük bir mükafat yoxdur. Təbii ki, oruç tutanın mükafatı Allahın özü olacaqdır. Allahın özü olacaqdır nə mənada? Bəziləri bu tərcüməni deməkdə çəkinirlər. Yəni nə mənada Allahın özü ola bilər insanın mükafatı? Yəni bəndə gedib Allahını tapacaqdır, Allahına qovuşacaqdır. Mən nəyə görə qeyd etdim ki, bu müqəddəs Ramazan ayında təkcə oruç tutanlar deyil, oruç tutmayanlar da bu fəzilətdən, bu fürsətdən istifadə edə bilərlər. Çünki qeyd etdiyimiz kimi bu ayın özünün təkvini və ontoloji olaraq bir həqiqəti vardır. Bu ayın özünün
bu ay başdan ayağa rəhmət ayıdır, rəhmət yağır. Bu ayda təkcə imsakdan iftara qədər deyil, bütün günü, bütün saatı, bütün ayı rəhmət yağır və şəri hökmlərə əsasən ola bilər bir insan xəstədir, oruç tuta bilmir, ola bilər bir insan səfərdədir, orucunu tuta bilməyib. Bu o demək deyil ki, bu insan Ramazan ayının fəzilətlərindən kənardadır və heç buna da məyus olmasınlar. Bəzən insanlar məyus olurlar ki, mən oruç tuta bilmədim, hər hansısa bir xəstəlik üzündən, hansısa bir şəri məsələ üzündən, nə bilim səfərdə olmaq üzündən mən oruç tuta bilmədim. Bugün mənim üçün bugün mən Ramazanın sevincini yaşaya bilmədim. Elə də deyil. Təkcə oruç tutmaqla da deyil. Sən əgər oruç deyilsənsə, bu ayın digər fəzilətlərindən istifadə etməlisən. Bu ay bütün aylardan əfsəldir. Bu ayda elə bir gün var ki, bütün 1000 aydan əfsəldir. Bu ayın ibadəti bütün ayların ibadətindən üstündür. Bu ayda bir dənə ayə, bir Quran-ı Kərimdən ayə oxumaq, bir bütöv Quran-ı Kərimi oxumağa bərabərdir. Sən oruç deyilsənsə ibadət elə, Quran-ı Kərimdən tilavət elə, öz təqvanı qoru. Təkcə ağzın oruc deyil, qulağın, gözün, bütün əzaların oruc olsun. Təqvanı daha da gücləndirməyə çalış. Allahı tapmağa çalış. Və s. və ilaxır fəzilətlərdən istifadə elə ki, bəlkə təqvalı olasınız inşallah. Dediyimiz kimi Allah Teala ayədə buyurur ki, bəlkə təqvalı olasınız. Kimlər təqvalı olmaya bilər? Kimlər bu ayın fürsətindən istifadə etməyə bilərlər? Belə bir misal çəkin. Məsələn, 2-3 təvə şagird məktəbə gedir, 11 il təhsil alır. Biri oxuyan uşaqdır, biri oxumayan uşaqdır. Oxumayan uşaq da deyəcək ki, mən 11 il məktəbə getdim. Mənim əlimdən bu gəldi, getdim, gəldim. Amma oxuyan uşaq nə elədi? Oxuyan uşaq səy elədi, səy göstərdi və o fürsətdən, 11 il fürsətindən düzgün istifadə elədi. Biz də o fürsətdən düzgün şəkildə istifadə eləsək, ali hədəflərə çatacağıq. Necə ki, yəni, oxuyan şagird 11-ci sinifi bitirir, sonra ali məktəbə qəbul olur və s. və ilaxır. Oxumayan tələbə də, şagird də yerində addımlayır. Biz də o bəndələrdən olmayaq ki, elə yerimizdə addımlayaq. Bu Ramazan gəldi, o Ramazan getdi. Bu Ramazan gəldi, o Ramazan getdi. Amma heç bir irəliləyiş yoxdur, heç bir təkamül yoxdur. Biz bu ayda fürsətdən istifadə edib Allaha surətlə təkamül eləməliyik. Həqiqətən təqvalı olanlardan olmalıyıq. Bəli, bu da yaxşıdır, oruç tutursan, bunun da Allah bir mükafatını verəcək. Amma təkcə ac qalmaqla kifayətlənməyək də. Allah Teala buyurur, nə çox oruç tutanlar ki, onlara ac qalmaqdan başqa bir şey qalmayacaq. Biz səy etməliyik ki, bu ayın fürsətindən düzgün istifadə edib Allaha doğru təkamül edək, Allaha tərəf surətlə gedək inşallah. Və bu aydan həqiqətən ariflər də bu şəkildə istifadə edirlər. Onlar bu ayın həqiqətinə varıblar, həqiqətini dərk edirlər. Hər il Ramazanın gəlişini elə gözləyirlər ki, onlar həqiqətən də Peyğəmbərin, Rəsul Əkrəmin buyurduğu kimi bütün ayı Ramazan ayı olmasını istəyirlər. İstəyirlər ki, bütün ay Ramazan ayı olsun. Bütün ayı bu Allahın rəhməti, bərəkəti, şəfqəti nazil olan, Allahın süfrəsində olacaq bir ayda olsunlar. Biz də bu aydan bu cür istifadə etməliyik ki, həqiqətən də biz Allahdan düzgün feyz aparaq və Allaha çata bilək. Mən çox da vaxtınızı almaq istəmirəm. İstəyirəm, çalışıram ki, elə az danışam, amma dəyərli olsun, hər kəs faydalana bilsin. Hər il Ramazan ayımız eyni keçməsin. Biz körpə uşaq deyilik ki, elə Ramazan ayında oruç tutaq, iftarı gözləyək. İftar gəldi, iftarımızı açdıq, hə ilahi şükür sənə. Bugün də orucumu tamamlandım. Bu ayda Ramazan ayı bitdi. Xeyr, bu ay elə bir fürsətdir ki, hətta Peyğəmbərdən hədis var, deyir, əgərləri insanlar Ramazan ayının
həqiqətini dərk etsəydilər, bilsəydilər o ayda nə qədər bərəkət var, bütün ayı oruc olmaq istəyərdilər. Bütün ayı Ramazan ayının olmasını istəyərdilər daha doğrusu. Biz də bu aydan bu cür istifadə etməliyik ki, həqiqətən də biz Allahdan düzgün feyz aparaq və Allaha çata bilək. İnşallah elə düşünürəm bu qədəri bəsdir. Sabah davam edərik inşallah. Hamınızı Allaha tapşırıram. Təhiyyətən ləkum və selamu aleykum və rəhmətullahi və bərəkatuhu.